Gel. Sen. Burada bardak harda salırlar. Başa düşmüşsən? Burada bardak harda salırlar. Mata necəsən? Nə var, nə yox? Necəsən? Yenə psixoloqdan gəlirəm. Sən də mənim ikinci psixoloqum. Dən çay süzlə mənə bugün içməyəcəm. Bir dənə kofe ver də yoxsusam. Bugün ancaq kofe, başqa şey təklif eləmə. Baş sponsor aviasales.az. Amma mən başa düşəmirəm ki, mən internetə girən tost salonu axtaranda, bütün saytlara girirəm, tost salonunun reklaması gəlir. Birdən birini alana 3 dənə hədiyyə, 2 dənə alana 5 dənə hədiyyə. Mən girib bütün gün bu qədər reklamlara like qoyanda bir dənə köpək oldu demir ki, bir dənə alana 3 dənə hədiyyə, 2 dənə alana 5 dənə hədiyyə. Nə demirlər onu? Rəfiyyə abi. Zafra geldi. Bu cürə içməyəcəm, konkret qalan içib gəlib, bir dənə sənə tema danışım, cırıl gülməkdən gedirəm. Bunları o günləri bir dənə Targovda gəzirəm, bu fantanın yanında. Bir dənə uzaqdan cibi gördüm, matı, bir baxışla vuruldum. Sıra yığdım akul üstümə ki, dalbim, bəs mən -6 görürdüm. Nətər mən poxa saldım, hə? Cibinə hər gün yaşırıq. Ola bilsin, sabah kofe şopa çağırdım, kofe də içində. Qardaşa bir 20'lik borca verə bilərsən. Bir vaxt mən 20 yanvara getməliydim. Kanala çağırıb, yəni verilişdə. Deməli gedirdim. O da maşın saxlamaqda yer olmur. Aslında biz oradan keçmişdik. Sürücüdə qorxurdu, dedi, o 100 manat, 200 manat gəlmə yazacaqlar. Bana belə baxdım, belədim. Dedi, tamam, sən elə qıraqda saxla, mən düşündüm. Maşından düşmədən 2 qardaş yaxınlaşırlar. Dedi, Şudamiya gedirsən? Sözüm yox olur. Rəfiqəmə baxıram da, eventə getmişik o günlərim. Qəşəng hərə özünə kokteyl, əylənmişik, gözəl. Baseynə gedəcəm. Getdi, yıxıldı, ayağını kəsdi. Skoru çağırmışıq. Skoru gəlib, qapıda buraxmırlar. Biletləri yoxdur. Atan yaxşı, anan yaxşı. Bilet nədir? Təcili yardım da həkimlərdir. Buraxmırlar. Bir tər keçdilər. Başım apardılar da, tikdilər, gəlmiş evə. Deyirəm ki, ya qız sən mənə da tikmisən, biraz diqqətli ol da, olmaz axı da belə. Psixoloq da demişkən, bugün bilsən nə yadıma düşüb? İngilis mamaları əsəbləşəndə deyir, I love you my baby. Azərbaycan mamaları deyir, gəl otur zəhərlən. Əslində xəstə həyatı zordur, nə var ki? Yeməyi verirlər, içməyi verirlər, dərmanı verirlər, çimizdirirlər, tualetə aparırlar. Yuxudan əvvəl də qəşəng iynə vururlar, şişələn yat da. Rahatlıqla məhv eləyə bildiyim yeganə mədəni irs şorqoğaldan şirin çaydır. 5 dəqiqə maksimum stolda qalır. Ayağı da bütöv gipsdədir axı, qalıb belə. Əsa lazımdır, gəzə bilmir. Nənənin də bir dənə əsası var. Götürdüm, gətirdim buna. İndi bu gəzəndə o gəzmir, o gəzəndə bu gəzmir. 1-3-5 bundadır, 2-4-6 bundadır. Qalmışam, gəncliyi razın. Belə həyat olar. Qaş bərk xuruzdayam, çünki Azrəkdə tam sakitçilikdir. Gərək kimsə Sroka göndərim. Epi yoxsa pastel, epi yoxsa pastel. Yox, epi olduqdan Srokda gəl pasteli göndərim Sroka. Deyirəm, bizim toylarda ayrıca absurddur. Hər şey starişli salatla başlayır, sonra nə bilim kabab, aş filan, hamısı gəlir. Arada da bəygəlin YouTube reklamı kimi gəlib gedirlər. Adamın qanı qaralır. Bir məclisdəydim. Bu petualar qarışıq, sonsuz bilirsiniz. Tamam, axırda şanson mahnı oxudum. Fakiri balasıyam. Ben üzülürsem mən orada blues verdim də. Mən çıxdım, elə bir qarışma ekipmanım gəlirdi. Yaxınlaşdım, bu da çox gözəl aura ilə danışmışdı. Mən paylaşdım video, görmüşsünüz yəqin ki, hə? İndi mən dedim, yorum oxuyum da, yəni oxuya bilmirəm, çox yorum var idi. Mən çevirəm, baxıram, bir yorum gördüm, poz etdim. Yəni qəşəng baxdım, elə bir şey, qəşəng gördüm. Dedi, Qara Yaqubov. Qara Yaqubov nədir? Ya sən gəzmirsən sən. Amma əzizlərim, biz yiyən millətiyik. Yemək yiyən milləti, hansı ki yeməkdən doymuruq. Yeyirik, qoyun ətindən, quzu ətindən, mal ətindən, qəşəng hər şey yeyirik. Amma ki, xahiş edirəm, yaddan çıxartmayaq ki, onu sonra
ifraz eləmək var, onları yaddan çıxartmayıq, zibilləməyək, ətraf mühiti və öz vətənimizi, öz mühitimizi sevək. Əsas o yaddan çıxmamalıdır. Hələ o gün oturmuşuq. Ayağı belədir ya. Açır mənə çəmdə deyir ki, əqqabiyə var, nə qəşəndir, bu boyda kabluqdur ya. Amma baha deyə. Deyəm, qız sənə elə yaraşır o. Sənə 50% onsuz da endirim düşür də. Gör bir tayını satırlar. Deyirəm, sevgilinlə də ayrılmağı düzgün bacarmaq lazımdır. Məsələn, Parisdə Eyfelin qabağında, ya da Romada Kolizeyin qabağında. Sonra da dostlarla rahatlıqla risovkalana bilirsən ki, ay qız, mən bilirsən harda ayrılmışam. Qınamıram, mən də aviasiyası kəşf eləyənə qədər Günəşlidə ayrılırdım. O gün də gecə oturmuşam Instagramda belə fırladıram. Gördüm o tarixdə bir dənə SMS gəlib, bir dənə xanım yazıb, Saadət, çox şirinsiz. Hə, dedim, xanım, siz də çox şirinsiz. Dedim, mən xanım deyiləm. Dedim, heç onda mən də şirin deyiləm. O hamının da birinci sualı, ayaq yoluna bəs necə gedir? Necə? Adı üstündə. Ayağı ilə gedir, ayaqla eləmir ki. Eləmək üçün o qədər şey var ki. Sən heç ayaqla aldırmısan? Sən halaldır. O gün iş yoldaşlarıma gəldim, dedim ki, hər şey çox dərd eləyir sizə. Onsuz da deadline'lar həmişə gecikir. Nə bilim, işdə səhvlər olur, müdir heç nə əsəbləşir. 2 günlük dünyadır. Arada məzuniyyətə çıxın, dincəlin, biraz özünüzü düşünün. Təzə bunları demişdim ki, işdə son 5 dəqiqəm idi. Qovuldum. Nəysə, hamınızı çox istəyirəm, cındırlar. Qardaş, nəsə sifariş edəcəksən? Hadi, конечно. Deməli, mənə bundan ver. Bundan da ver. Bundan da ver. Bundan da ver. Bundan da ver. Ah, bundan da ver. Bundan da ver. Bu oğlu bundan da ver, bundan da ver, bundan da ver. Bundan da ver. Bundan da ver. Yeməyi nəsə sifariş eləmişsiniz? Yox. Bilirsən, Şaxtov mənə Mikelangelo'nun işlədiyi mərmər daşları xatırladır. Üstdən düz görünsə də, içini açanda əsl şedevr çıxır. Genial. Bir dənə gözlə. Alo. Hə. Marakuya? Yaxşı, gözlə, gələm. Sən can, burada apteka hardadır? Bir dənə test alım. Görüm, bu hamilədir, yoxsa ayağını sındırıb. Məncə qadınlar az yeməlidir, nə bilim, salat yeməlidir filan fikirlərini lülə kababı paylaşmaq istəməyən kişilər fikirləşib. Nəysə, bırax gedim. Qadaşım gəldi, civilər gözləyir. Bu günləri bir dənə qəşəng partimiz var. Sabahlar gəlib sənə danışacağım ki, Qaqan necə atdan girib üstdən çıxıb da. Qaqan da atı olaraq. Adı nə sənin? Fazil. Fazil, oğlumun adını Fazil qoyacağam. Mən inanıram ki, qadınlar cəmiyyətdə ən başda yerini tutmalıdır. Və məhz buna görə də masada da ən başda yerimi tuturam. Xeyr ola dadlı tikələr kişilərə çatmalıdır ki. Qardaş, bağlanır. Nəysə, bugün də dərdləşdik. Mən getdim. Hələlik. Sağına soluna indi Karabala Başkan gedir trotuarıyla yana yana Ay balam yaman imiş bu dostluğu Ay Karabala indi çeşme uzunu koru can Karabala satmalıyordu Karabala Teleteksta elan verdi umidyana Pular aridi ciddi restoranlarda Os cazanı çakki sancan Karabala Pular aridi ciddi
sağına soluna indi Karabala Beşkam gedir tuatı arıyla yana yana Ay balam yaman imiş bu dostluğu ay Karabala İndi çaşma uzunu korucan Karabala Bakır sağına soluna indi Karabala Aşkım gelir tatı arıyla yana yana Ay balam yaman imiş bu dostluğu ay Karabala